Salam, hər vaxtınız xeyir əziz tələbələr. Mən Dövlət Quluna Hazırlıq üzrə Qanun Prezidenti müəllimlik Babək olacaq. Bu videomuzda sizə son qəbul, yəni 15 may 2025-ci ilin e, Dövlət Qulu üzrə BA kateqoriyasının qəbul suallarını bir qismini izah edəcəm. Düzdür, son vaxtlar din tərəfindən bəzi qanunsuz hərəkətlər edilsə də, müəllimlər tərəfindən sualların belə deyək də, görünməsini qarşısını almağa cəhd etsələr də buna nail ola bilmirlər. Çünki onlar belə deyək, dərk eləmirlər ki, biz bu sualları görməkdə, yəni, belə deyək, bu sualları görmək istəməyimizdə məqsəd tələbələrin hüquqlarını qorumaq. Çünki dəfərlə olub indiyə kimi hər il dəfərlə təkrarlanıb ki, səhv suallar imtahanlara salınır və həmin səhv sualları əgər biz görməsək, tələbələrdə olan o stres, həyəcan səbəbilə onların da görməsi mümkün olmur çox vaxt. Ona görə də beləcə bəzi səhv suallara görə tələbələr imtahanın 1 balını, 2 balını kəsilmiş olacaq. Və tələbələrin hüquqlarını qorumaq üçün biz məcburuq ki, bu sualların belə deyək, əldə edək, sualların doğru və yaxud da yanlış olmasına bağlı bir fikir mübadiləsi aparaq. Demək, bugün hardasa bir 10-a yaxın sualın izahını verəcəyik bu videomuzda. Konstitusiyaya əsasən dövlət büdcəsinin təsdiq və icrasına nəzarətlə bağlı doğru fikri soruşur bizdən. Dövlət büdcəsinin təsdiqi ilə bağlı məsələ bizim konstitusiyamızın 95-ci maddəsində təsbit olunub. Həmçinin prezidentin səlahiyyətləri, yəni 109-cu maddəsində təsbit olunub. Dövlət büdcəsini təsdiq edən Milli Məclisdir. Milli Məclisin belə deyək də, təsdiqinə təqdim edən isə prezident. Yəni prezident təqdimatı ilə Milli Məclis tərəfindən təsdiq edilir. Lakin qanun formasında təsdiq olunur. Yəni ki, Milli Məclisin həll etdiyi məsələlərdə 5 qanunu qeyd edilmişdir ki, həmin 5 qanundan biri nədir? Milli Məclisin dövlət büdcəsini təsdiq etməsi. Məlumat olaraq bildirək ki, dövlət büdcəsinin layihəsini hazırlayan da Nazirlər Kabinetidir. Demək, bu suala cavabımız olacaq C variantı. Yəni, prezident təqdimatına əsasən Milli Məclis qanunu qəbul edir. Və qeyd etmişik, Konstitusiyamızın 95-ci maddəsinin 5-ci bəndinə baxarsınız. Deməli, 17-ci sual yenə Milli Məclisin 94 və 95-ci maddələri, yəni ümumi qaydaları və həll etdiyi məsələlərlə bağlıdır. Və deyir ki, uyğunluq pozulmamışdır. Uyğunluq pozulmamışdır. Bank işi mühasibat sığortaya dair 63 səs çoxluğundan qərar yox, qanun olmalıydı burada. Bu yanlışdır. C variantı. Prezident seçkilərə dair siyasətin üzrə qanunu doğrudur. Milli Məclisin işinin təşkilinə dair isə 63 üzrə qərar bu yanlışdır. İşinin təşkili 63 qanunudur. Amnistiya müəyyən etdiyi ümumi qayda deyildir. Həll etdiyi məsələ 63 qərardır. Referendum təyin edilməsi həll etdiyi məsələ bu doğrudur. Doğru cavabımız B variantı olacaq. Çünki ərazi quruluşu ümumi qayda, inzibati ərazi bölgüsü isə həll etdiyi məsələdir. 17-ci sualın cavabımız B variantı. Bu sualla bağlı tələblərimiz biraz güdürlüklər. Əslində çox çətin sual deyil. Burada demək sual verir ki, hər iki inzibati vəzifə üzrə ortaq cəhətləri götürün, yəni seçin. Birinci vəzifə prezidentin xüsusi nümayəndəsi, bilir ki, inzibati vəzifələrin birinci təsnifatına aid vəzifədir. İkinci bənd isə Milli Məclisin aparatında şöbə rəhbərinin müavini. İlk növbədə gəlin bunun təsnifatını tapaq. Milli Məclis ali kateqoriyalı dövlət orqanı. Ali kateqoriyalı dövlət orqanlarında aparat rəhbəri ali təsnifat, aparat rəhbərinin müavini şöbə müdürü 1, şöbə rəhbərinin müavini isə ikinci təsnifat. Demək, bu ikinci təsnifat, bu isə birinci təsnifata aid. İndi bunlarla bağlı ortaq cəhət biz tapmalıyıq. Hər iki inzibati vəzifənin ikinci təsnifatına aiddir. Bu nədir? Yanlışdır. Çünki xüsusi nümayəndə 1, şöbə rəhbərinin müavini isə ikinci təsnifata aiddir. Gəlin axırıncı bəndə baxaq. Hər iki inzibati vəzifəni tutan şəxsə dövlətin baş müşaviri ixtisas sərhədəsi veriləcək. Çox açıqsa məlumat üçün bu ixtisas sərhədəsi cədvəlində yerləşdirilir. Deməli, D variantına baxsaq, görərik ki, hər iki inzibati vəzifə tutan şəxsə dövlətin baş müşaviri ixtisas sərhədəsi verilmir. Çünki birinci təsnifatdadır. Baxın, birinci təsnifatda hansı ixtisas sərhədələri var? 1,
İkinci və üçüncü dərəcəli dövlət müşaviri. Baş müşavir yox. Ona görə D variantı avtomatik səhv. Hər iki vəzifə inzibati vəzifənin üçüncü təsdiqatıdır. Bu avtomatik olaraq yanlışdır. Çünki biri birinci təsdiqat, digəri ikinci təsdiqatdır. Doğru cavab B variantı. Nəyə görə? Hər iki inzibati vəzifə tutan şəxsə ikinci dərəcəli dövlət müşaviri ixtisas sərvisi verilə bilər. Bəli. Həm birinci, həm ikinci təsdiqatda ikinci dərəcəli dövlət müşaviri var. Gəlin baxaq. Birinci təsdiqatda buradadır. İkinci təsdiqatda isə ən yüksək ixtisas dərəcəsi ilə ikinci dərəcəli dövlət müşaviri. Deməli, doğru cavab olacaq B variantı. 19-cu suala baxaq. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən konstitusiya əlavələr neçə səs çoxluğu ilə hansı şəkildə qəbul olunur? Bu bizim Konstitusiyamızın 156-cı maddəsində təsbit olunur ki, konstitusiya əlavələr Milli Məclisdə 95 səs çoxluğu ilə konstitusiya qanunları şəklində qəbul edilir. Əlavə olaraq qeyd edin ki, iki dəfə səsə qoyulur. Birinci səs verilmədən 6 ay sonra ikinci səs verilmə keçirilir və hər ikisini prezident imzalayır. Lakin nə vaxt qüvvəyə minir soruşsa, ikinci dəfə prezident tərəfindən imzaladıktan sonra qüvvəyə minir və həmçinin konstitusiya əlavələr haqqında konstitusiya qanunları bizim konstitusiyamızda qanunlar üçün nəzərdə tutulmuş müddətdə prezidentə imzalamaq üçün təqdim olunur, yəni 14 gün müddət. Bu bəyalara aid olduğu üçün inzibati icraat haqqında qanunun belə bir sualı var. Etimad hüququnun qorunması prinsipinə dair yanlışdır. Və burada yanlış cavabımız C variantı olacaq. Çünki inzibati orqanların vədləri nə zaman etibarlı təminat sayılır? Yazılı formada təqdim olunduğunda cavabımız C variantı olacaq. Məlumat azadlığı haqqında qanunun belə bir sualı var. Yəni dəfələrlə tələblərə işlətdiyimiz sualdır. Yəni şablon sual demək olar. Əməliyyat axtarış tədbirləri və yaxud da digər cinayət işinin istintaqı ilə bağlı məlumatlar istisna olmaqla şəxsiyyətin onun haqqında toplanmış məlumatlarla bağlı hansı hüququ var, o hüquqları bilirsə biz bu testin cavabını çox asanlıqla tapa bilərik. Məlumatda dəqiqləşdirmə aparılmasını tələb edə bilər. Onun haqqında toplanan məlumatlarla tanış ola bilər. Bunlar doğru variantlardır. Bizə malik deyil, yəni ki, yanlışı soruşur. Məlumatın toplanması vaxtı həm məlumatın kim tərəfindən, hansı məqsədlə istifadə olunmasını bilmək hüququ var, amma məlumatın məhv edilməsini tələb etmək deyə bir hüququ yoxdur. Ona görə cavabımız B variantı olacaq. Elektron imza və elektron sənəd haqqında qanuna əsasən elektron sənəd göndərilmə alma vaxtı ilə bağlı bizdən doğru ifadəni soruşur. Deməli, alınan elektron sənədi göndərilməsi barədə bildiriş almışdırsa, elektron sənəd göndərilmə tərəfindən göndərilməmiş. Bildiriş alıbsa, niyə göndərilməmiş hesab etsin? Bu yanlış. Tərəflər arasında müqavilədə başqa hal müəyyən edilməmişdirsə, göndərəndən alanı təsdiqləmə çatana dək yox, alandan göndərənə təsdiqləmə çatana dək olmalıdır. Və göndərənin göstərdiyi və tərəflər arasında bağlanmış müqavilədə müəyyən edilmiş müddət ərzində təsdiqləmə alınmamışdırsa, alan barədə göndərəni yox, göndərən barədə alanı məlumatlandırır. Və burada cavabımız B variantı olacaq. Elektron sənəd həqiqi təsdiqlənməmişdirsə, alan göndərim tərəfindən bu sənədi göndərilməmiş hesab etməlidir. Həmçinin bunun digər halları da var ki, bu başqa elektron sənədin avtomatik təkrarıdır və s. Normativ hüquq haqları haqqında çox tələbənin səhv yazdığı sualdır. Norma yürütmə orqanları, yəni normativ hüquq haqları haqqında konstitusiya qanunun BA-ya düşən proqramının sonuncu maddəsidir. Ki, qeyd olunmuşdur ki, həmin normativ hüquqların icrasına nəzarət və yoxlanılması onların səlahiyyətinə cavabımız burada olacaq D variantı. Və dövlət pulu haqqında qanundan yenə ixtisas dərəcələrinin bağlı sual əziz tələbələr. Yəni, suallar biraz qanunu uzaqlaşdıraq, daha ətraflı şəkildə suala baxaq. Və bizə burada qeyd edilir ki, inzibati vəzifənin ikinci təsnifatı üzrə ən aşağı ixtisas dərəcəsi dövlət pulunun müşavirədir. Bizdən doğrunu istəyir. Gəlin baxaq. İkinci təsnifat, ikinci, üçüncü dərəcəli müşavir və baş müşavirdir. Amma bizə nə deyir? Ən aşağı dövlət pulu müşaviridir. Xeyr, yanlış. Agi. İnzibati vəzifələrin 6-cı təsnifatı üzrə ən yüksək ixtisas dərəcəsi. 6-cı təsnifat budur. Ən yüksək birinci dərəcəli dövlət pulu. Burada isə ikinci dərəcəli dövlət pulu qeyd olunur. Yanlış. İnzibati vəzifələrin 3-cü təsnifatı üzrə ən aşağı deyir. 3-cü təsnifat ən aşağı olacaq kiçik müşavir. Demək, burada baş müşavir yazdığı üçün yanlış olacaq. İnzibati vəzifələrin birinci təsnifatı üzrə ən yüksək deyirsə, birinci dərəcəli dövlət müşaviri, bəli, doğru variantımız olacaq, D variantı.
E, və Azərbaycan Respublikasının dövlət dili haqqında qanunla belə bir sual düşür. E, və hansı hallarda dövlət dili fənnindən imtahan verilməlidir? Bu da şablon suallardan biridir bizim. Burada yalnız qeyd olunur. Burada orta ümumi təhsil yazılır və qeyd olunmalıdır ki, ali və orta peşə ixtisas təhsil müəssisələrində qəbul zamanı Azərbaycan dili fənnindən imtahan verilməlidir. Və belə deyək də, bizim sonuncu sualımız konstitusiya ilə bağlı çox tələbənin səhv yazdığı bir sual. E, deməli, hakimlərin müstəqilliyi, ədalət məhkəməsinin həyata keçirilməsi əsas prinsipləri və şərtləri maddəsinə aid deyil. Yəni, artıq Dövlət İmtahan Mərkəzi yenə əzbərçilik prinsipini keçirir və tələbələri əzbərləməyə məcbur edirlər. Yəni, tələbənin bu cümlənin bu maddənin içərisində olmasının belə deyək, tələbəyə nə xeyri olduğunu hələ də açıqlanmır. Deməli, hakimlər müstəqildir, yalnız konstitusiya qanunlara tabedir, səlahiyyətlərin müddəti dəyişilməzdir, doğrudur. Yəni bu maddəyə aiddir. Hakimlər işlərə qərəzsiz ədalətlə, qanundan vaqiq baxır aiddir. Ədalət məhkəməsi və vətəndaşların qanun məhkəməyə qarşı qərarları əsasında həyata keçirilməyə aiddir və hakimlərin səlahiyyətlərini yalnız qanun nəzarət etmiş hallarda əsaslarla tutan verilə bilər. Bu, hakimlərin müstəqilliyi ədalət məhkəməsinin həyata keçirilməsinin spesifik şərtləri maddəsinə aid deyildir. Bu qədər qəbulların qalanı da var əslində, amma bu qədərini video sizinlə bölüşdük. İndi növbəti videolarımızda başqa qəbulların, başqa çətin tipli testlərin də izah olacaq. Sadəcə olaraq bu sonuncu qəbul olduğu üçün bəziləriniz harada səhv etdiyinizi bilmədiyiniz üçün paylaşdıq videonu. Uğurlar hər kəsə. Kimin nə sualı varsa videonun altında qeyd olunan növbəyə yazıb suallarınızı verə bilərsiniz. Uğurlar hər kəsə.